Gəlin görək, müsəlmanlar üçün ən əzəmətli bayram hansıdır? İmam Cəfər Sadiq əleyhissalama sual edirlər. Müsəlmanlar üçün cümə günündən, Qurban bayramından və Ramazan bayramından başqa hansısa bir bayram varmı? İmam buyurur, bəli, onlardan daha əzəmətli biri var. Həmin şəxs imama sual edir. Bəs o hansıdır? İmam cavabında belə buyurur. O həmin bayramdır ki, həmin gündə Peyğəmbərimiz Allahın salamı ona və ailəsinin üzərinə olsun buyurur. Mən kuntu mevlah fe aliyyum mevlah. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Və bu gün 18 Zilhəccəyə təsadüf edir deyə imam qeyd edir. Ardınca həmin insan buyurur, ağacan, bəs bu günün əməlləri nələrdir? İmam buyurur, həmin günü oruc olmaq, Allaha ibadət etmək və Peyğəmbərimiz və onun ailəsinə Allahın salamı olsun, onları zikr etmək. Ardınca imam buyurur ki, Peyğəmbərimiz İmam Əli əleyhissalama Qədirxum gününü bayram kimi keçirtməyi vəsiyyət edir. Necə ki, bütün peyğəmbərlər öz vəsilərinə bunu vəsiyyət etmişdirlər. Bu günün orucunun həddən artıq çox fəzilət və savabları vardır. Onlarla tanış olaq. Bu günü oruc olan insan bütün ömrü boyu oruc tutmuş qədər savab götürər. 100 həcc və ümrənin savabını aparar. 60 illik günahlarının kəffarəsi olar bu günün orucu. Eynicə də bu gün oruc olan kimi, oruc olanın iftarını vermək də həddən artıq böyük bir savabı vardır. Əmirəl-Möminin əleyhissalam buyurur, kim bu günün gecəsində bir mömini iftar etsə, bir möminə iftar süfrəsi açsa, o fiam və fiam qədər insana iftar süfrəsi vermiş kimidir. Yerdə əyləşənlərdən biri sual edir, ağacan, fiam nədir? İmam Əli əleyhissalam buyurur, fiam, Miətə əlfi nəbiyyin və siddiqin və şəhid. 200 min peyğəmbər, siddiq və şəhid deməkdir. Yəni insan bir gecə bir möminə iftar süfrəsi verməklə 200 min peyğəmbər, şəhid və siddiqə iftar süfrəsi vermiş olur. Ardınca imam buyurur, bəs necə olar o kəsin halı ki, bir sıra mömin kişi və qadının ruzisini ödəyər. Yəni bir kişi üçün bu qədər böyük savab varsa, bir insan üçün gör, daha artıq insana iftar verəndə insan hansı savabları əldə etmiş olur. Və imam ardınca buyurur ki, mən həmin insana zaminəm ki, o öz həyatında küfürdən və fəqirlikdən amanda qalsın. Və bu günün digər ümumi müstəhəb olan əməlləri də vardır. Gözəl paltar geyinmək, ətirdən istifadə etmək, möminlərin çətinliklərini həll etmək, problemlərini həll etmək, onlarla əl verib görüşmək, şad olmaq, şadlanmaq, möminləri sevindirmək, üzdə gülümsəmə və digər müstəhəb əməlləri də inşallah ki, aşağıda qeyd hissəsində qeyd edəcəyik ki, oxuyaq və faydalanaq. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.